Книга «Секрет», часть 12. Тайна доступна. Сир el-çatandır. Мы живем во Вселенной, где есть законы. Biz qanunlar olan kainatda yaşayırıq. Например, закон гравитации. Misal üçün, гравитация qanunu, yəni cazibə qanunu. Если вы упали с небоскреба, неважно, хороший вы человек или плохой, вы ударитесь о землю. Если вы упали с небоскреба, nебоскреб göydələn deməkdir. Göydələndən yıxıldınızsa, vacib deyil, yaxşı insansınız yoxsa pis. Вы ударитесь о землю, siz çırpılacaqsınız yerə. Udarиться feilindən sonra əgər hara çırpılma, hara dəymək desək, həmişə o predloqu və vinitini падеж işlənir. Sizdə sual yarana bilər. O predloqu предложной падежə aiddir. Bəli. Belə kontekstdə o predloqu vinitini падежdən işlənir. Закон притяжения – это закон природы. Cazibə qanunu təbiətin qanunudur. Он беспристрастен и безличен, как закон гравитации, и также точен и безошибочен. O qərəzsizdir, bir tərəflidir və bezliçin, yəni simasızdır. Как закон гравитации, gravitasiya qanunu kimi, и также точен и безошибочен. Yəni gravitasiya qanunu kimi dəqiq və səhvsizdir, səhv etmədən işləyir. Все, что окружает вас в данный момент жизни, в том числе и то, на что вы жалуетесь, вы притянули к себе сами. Все, что окружает вас в данный момент жизни. Həyatınızın hal-hazırki anında sizi nə əhatə edirsə, в том числе, eyni zamanda, yəni o sayın da içinə daxildir. И то, o şey ki, на что вы жалуетесь. Nədən siz şikayət edirsiniz? Вы притянули к себе сами. Siz çəkdiniz özünüzə, özünüz. O, я вижу, вам неприятно это слышать. Mən görürəm ki, bunu eşitmək sizin xoşunuza gəlmir. Вы сразу начинаете возражать. Siz o dəqiqə başlayırsınız inkar eləməyə, rədd etməyə bu fikri. Я не притягивал к себе аварию. Mən özümə çəkmədim qəzanı. Я не притягивал клиента, с которым так трудно работать. Mən çəkmədim müştərini, hansıyla ki, işləmək bu qədər çətindir. Я не притягивал долги. Mən çəkmədim borcları. Но я должен сказать вам прямо. Amma mən sizə deməliyəm, üzünüzə. Yəni burada prямо üzünüzə. Prямо əslində düz deməkdir, amma bu o deməkdir ki, mən düz sizin üzünüzə, yəni bunu deməliyəm. Да, вы действительно сами все к себе притянули. Bəli, siz həqiqətən də özünüz hər şeyi özünüzə çəkdiniz. Эта концепция одна из труднейших для понимания, но если вы сможете ее принять, она перевернет вашу жизнь. Эта konseптsia bir fikir hakkında, bir şey hakkında olan bir görüş, bir fikir. Одна из труднейших для понимания. Anlamaq üçün çətin olan bir şeylərdən biridir, yəni. Но если вы сможете ее принять, amma əgər siz onu qəbul eləməyi bacarsanız, она перевернет вашу жизнь. O sizin həyatınızı çevirəcək. Перевернуть biz haçan işlədir? Yəni altını üstünə çevirmək mənasında. Təkcə pis mənada deyil, həm də yaxşı mənada istifadə oluna bilər. Часто люди, впервые услышавшие эту часть тайны, начинают вспоминать исторические события, унесшие множество жизней, и у них в голове не укладывается, как столько людей могли притянуть себя к такому. Часто люди, tez-tez insanlar, впервые услышавшие эту часть tayны, sirrin bu hissəsini ilk dəfə eşidənlər, yəni eşidən insanlar bura aiddir.
причастиеdir bu. Начинают вспоминать, başlayırlar xatırlamağa исторические события, tarixi hadisələri, унесшие множество жизней, yəni o hadisələri ki, çoxlu sayda həyat aparıblar, yəni insanların həyatını unistif ilə alıb aparmaq deməkdir. Yəni bu deməkdir ki, çoxlu insanlar ölüb. Yəni bu hadisələr çoxlu insanların həyatını alıb. И у них в голове не укладывается. Və onların başında bu, belə deyək, bu bir frazadır, belə tərcümə edə bilər ki, onlar heç cür bunu anlaya bilmirlər. Как столько людей могли притянуть себя к такому? Necə o qədər adam özünü belə bir şeyə çəkə bilib? Ведь по закону притяжения они должны были находиться на одной частоте с событием. Axı, по закону притяжения, cazibə qanununa görə, они должны были находиться, onlar yerləşməli idilər, olmalıydılar на одной частоте с событием. Hadisə ilə eyni tezlikdə olmalıydılar. Но это не обязательно означает, что люди думали именно о нем. Тем не менее, частота их мыслей совпадала с частотой события. Но это не обязательно означает, что. Amma bu qəti şəkildə, mütləq şəkildə onu bildirmir ki, люди думали именно о нем. İnsanlar məhz onun haqqında düşünürdülər. Yəni həmin hadisə haqqında. Tutaq ki, müharibədir. Bu qədər insan necə olur ki, eyni müharibəni yaşayır. Bu o deməkdir ki, burada söhbət ondan getmir ki, insanlar именно hamısı müharibəni düşünürlər. Тем не менее, частота, eyni zamanda частота их мыслей, onların düşüncələrinin tezliyi совпадала с частотой события. Hadisənin tezliyi ilə uyğun gəlirdi, savpadala, yəni üst-üstə düşürdü. Yəni şərt deyil ki, sən müharibəni düşünün, müharibəni yaşayasan, amma sən o tezlikdə düşünürsənsə, o tezlikdə olan pis hadisələri özünə çəkirsən və bu cür pis hadisələri də ümumi şəkildə yaşayan insanların tezlikləri o səviyyədə olduğuna görə hamısı eyni anda eyni şeyi yaşayır. Yəni cümlənin tərcüməsi budur, mənası budur. Если люди верят, что они могут оказаться не в том месте, не в то время, что у них нет власти над внешними обстоятельствами, то навязчивые мысли о страхе, одиночестве и бессилии действительно притягивают их в неправильное место, в неправильное время. Если люди верят, что, əgər insanlar inanırsa ki, они могут оказаться не в том месте, не в то время. Onlar lazım olan vaxtda, lazım olan yerdə ola bilməzlər, что у них нет власти над внешними обстоятельствами və onların xarici hadisələrin üzərində heç bir власть, hökmranlığı yoxdur, yəni heç nə idarə edə bilməzlər. То навязчивые мысли о страхе, навязчивый, yəni əl çəkməyən fikirlər, əl çəkmir. Ümumiyyətlə, навязчивый человек da deyə bilərik. Yəni negativ mənada yapışıb əl çəkməyən insan deməkdir. Yəni bu da yapışıb əl çəkməyən fikirlər qorxu haqqında, yalnızlıq haqqında, и бессилие, gücsüzlük, zəiflik haqqında действительно притягивают их, həqiqətən də çəkir onları в неправильное место, düzgün olmayan yerə, в неправильное время, düzgün olmayan vaxtda. У вас есть выбор прямо сейчас. Sizin düz indi seçiminiz var. Вы хотите верить в то, что все в жизни дело случая, и что-то плохое может произойти с вами в любой момент. Siz inanmaq istəyirsiniz ona ki, hər şey həyatda təsadüf işidir. И что-то плохое может произойти с вами в любой момент. Və nəsə pis bir şey sizinlə baş verə bilər istənilən anda. Вы хотите верить в то, что можете оказаться в неправильное время в неправильном месте. Siz inanmaq istəyirsiniz ona ki, siz
düzgün olmayan vaxtda, düzgün olmayan yerdə ola bilərsiniz. Что вы не имеете власти nад обстоятельствами. Yəni siz, yəni inanırsınızmı ona ki siz hadisələrin üzərində heç bir hakimiyyətə sahib değilsiniz. Или вы хотите верить и знать, что ваша жизнь в ваших руках, и вы будете получать и испытывать только хорошее, всего lишь из-за образа ваших мыслей. Və yaxud da siz istəyirsiniz, inanasınız və biləsiniz ki, sizin həyatınız sizin əllərinizdədir. И вы будете получать и испытывать только хорошее və siz yalnız alacaqsınız və sınaqdan keçirəcəksiniz yalnız yaxşı şeyləri. Всего лишь из-за образа ваших мыслей. Təkcə sizin düşüncələrinizin obrazı üzündən, yəni obrazıyla, yəni bu cür düşünərək. У вас есть выбор, и тот образ мыслей, который вы изберете, станет вашим жизненным опытом. Sizin seçiminiz var, и tот obraz мыслей və həmin düşüncələrin obrazı, şəkli, yəni obrazı şəkli, который вы изберете, hansını ki siz seçəcəksiniz, избрать feilindən götürülüb, станет вашим жизненным опытом. Olacaq sizin həyat təcrübəniz. Ничто не придет в вашу жизнь, пока вы сами не призовете это. Heç nə gəlməyəcək sizin həyatınıza, nə qədər ki siz özünüz onu çağırmayacaqsınız. Əziz izləyicilər, mən özüm bir şey sizinlə paylaşmaq istəyirəm. Öz həyatımla bağlı. Mən bu kitabı illər əvvəl eşitmişdim. Bir dəfə qərara gəldim ki, hardasa təxminən bir 8-9 il əvvəl qərara gəldim ki, bu kitabı oxuyum. Və kitabı oxuyanda, kitabın yarısına az qalmışdı ki, mən kitabı bağladım, oxumadım. Düşündüm ki, bu kitab gizli şirkə aparıb çıxardır insanı. Çünki daimi olaraq orada kainat deyir, kainat və mən bunu anlamırdım. Mən düşünürdüm ki, nəyə görə Allahın adı çəkilmir burada, kainat deyilir. Və qoydum kənara. Və çox qəribədir ki, keçən il, həyatda ümumiyyətlə mən təsadüfə inanmıram. Keçən il mənim elə çoxdan tanıdığım bir insan, halbuki heç vaxt bu haqda biz onunla danışmamışdıq. Söhbət açıldı və o mənə bu kitabı məsləhət gördü və özü də öz həyatında bu kitabın oxuyub və belə düşünün, 1-2 il imiş, iş axtarırmış və bu kitabı oxuyub 2-3 gün ərzində kitabı bitirib və bitirən kimi bir neçə yerdən iş təklifi gəlib və işə də düzəlib və indiyə qədər də o işdə işləyirdi. Və mənə çox maraqlı gəldi və o mənə dedi ki, sən o kitabı axıra kimi oxusaydın, görərdin ki, belə deyil. Və mən gəldim yenidən bu kitabı açdım, oxudum və bu dəfə tamam başqa bir zehinlə, başqa bir idrakla oxudum. Və inanırsınız, mən bu kitabı oxuyandan sonra mənim üçün o dini inanclarım ki var idi, mən çox inanclıyam, cənnət və cəhənnəmə də inanıram. Hamısına cavab tapmağa başladım. Sizə də belə bir şey deyim, mənə bu kitabdan sonra çatdı ki, biz həmişə deyirik ki, cənnəti və cəhənnəmi biz özümüz qazanırıq, düzdür? Bu, əlbəttə ki, inancılı insanlar üçün onlara aiddir. Kim ki inanmır, heç nə deyə bilmərəm. Biz demək ki, həyatımızda seçimlərimizlə bunu qazanırıq və necə ola bilər ki, Allah ən ciddi bir seçimi, yəni sonumuzu bəlli edən seçimi bizim ixtiyarımıza verib. Və bizim seçimlərimizlə biz hər gün, hər seçimimizlə ya cənnəti qazanırıq, ya cəhənnəmi, istər bilərək, istər bilməyərək. Və bu da o deməkdir ki, həyatımız, taleyimiz bizim əlimizdədir. Əlbəttə ki, Allahın iradəsində hər şey baş verir, onun icazəsi ilə hər şey baş verir, amma bizim seçimlərimiz var. Biz bugün nəyi seçiriksə, bir addım ya cənnətə, ya cəhənnəmə yaxınlaşırıq. Və bu da onu göstərir ki, biz həyatımızı özümüz şəkillendiririk. Amma mən əvvəllər inanırdım ki, bizim taleyimiz əvvəlcədən yazılıb. Əgər əvvəlcədən yazılıbsa, onda cənnətə, cəhənnəmə getmək də bizdən asılı deyil. Bir qrup cənnətə gedəcək, bir qrup cəhənnəmə. Yəni onda bu ədalətsizlik olardı, düzdürmü? Və həyatımızı bu necə şəkilləndirir? Mən belə başa düşdüm.
Yəni biri var, biz misal üçün biz burada rus dilini öyrənirik deyə rus dilindən mən misal gətirəcəm. Siz ya rus dilini öyrənməyi seçirsiniz, ya da öyrənməməyi seçirsiniz. Öyrənməyəndə belə də gedəcək həyat. Amma öyrənəndə sizin daha da imkanınız, şansınız var ki, daha yaxşı bir işə keçəsiniz. Düzdür? Demək ki, nə oldu? Hər iki seçim fərqli bir, ən azından iş həyatınızda fərqli bir həyat sizə yaratdı. Buna görə də artıq heç kəsi günahlandırmaq falan lazım deyil. Biz nə istəyiriksə, yəni nədə özümüzü yaxşı hiss ediriksə, biz onu seçirik. Bilinçaltı olaraq da belədir. Bizə nə rahatdırsa, daha doğrusu biz onu seçirik. İstər bunu bilərək edək, istər bilməyərək edək. Hətta şikayətləndiyimiz yerlərdə də biz bilinçaltı olaraq orada mütləq bizə olan nəsə bir komfort zona olduğu üçün biz oradan çıxa bilmirik. Misal üçün şikayətlənirəm ki, mənim yaxşı işim yoxdur, maaşım azdır. Amma mən də bilirəm ki, oturub rus dilini öyrənməliyəm ki, daha yüksək maaşlı işə keçim. Seçəcəmsə biraz əziyyət çəkəcəm, amma nəticədə onu əldə edəcəm. Amma seçmirəmsə, mənim üçün burada komfort zona nədir? Oturmuşam, heç nə ilə məşğul olmuram, mənə belə rahatdır. Şikayət etmək daha rahatdır və şikayət etdikcə daha da aşağı olan bir şeyləri özümüzə çəkirik. Neysə, çox vaxtınızı almaq istəmirəm. Sadəcə bunu ürəyimdən gəldi sizinlə bölüşmək. Sağ olun, növbəti dərslərimizdə görüşənədək.